Yeni gündə hər birinizi ayrı-ayrılıqda xoş gördüm. Mənim kanalımın dəyərli, şirin, gözəl göyçək xanımları. Nətərsiz? Güman edirəm ki, Allaha şükür yaxşısınız. Məni də soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Allah hər birinizdən razı olsun. Bundan qabaqki videoma gözəl-gözəl yenə həmişəki kimi rəylər yazmısınız, fikirlərinizi bildirmisiniz. Mən də hamınızın ayrı-ayrılıqda fikirlərinizi, rəylərinizi cavablandırdım. Çox sağ olun. Yenə deyirəm, Allah hər birinizdən razı olsun. Sizlər üçün çalışırıq biz də, əziyyət çəkirik, əziyyətə qiymət verən gözəl xanımlar. Var olasınız. Xanımlar, bugün mən ət qovurması hazırlayacağım inşallah. Yenə həmişəki kimi hər bir şeyi hazır formada gəlmişəm qarşınıza. Xanımlar, bu tavamızda mən ətimizi jülye formasında doğramışam, nazik, uzun. Bax belə. İndi mən bunun üzərinə su töküm biraz. Qəşəng-qəşəng qoyun bir balaca ət özün tutsun, pişsin. Sonra inşallah ardıcıl proses necə gedəcək, həmişəki kimi hamısını sizlə bölüşəcəm. Xanımlar, bu tavamıza da səmavari uzunsu, nazik soğan doğramışam. Qəşəng bunu da qovuracam inşallah. Necə lazımdır, hamısını ayrı-ayrılıqda mən izah eləyəcəm. Sadəcə siz xahiş edirəm diqqətlə baxın. Bu da bizim təmizlənmiş 2 ədəd narımızdır. Hamısını necə lazımdır sizə göstərəcəm. Xanımlar, siz qəşəng bir yeməkdir. Siz oturun qəşəng. Diqqətlə mənim bu videomu izləyin inşallah. Baxın, fikirlərinizi yazın inşallah. İndi mən başlayım bismillahla işimizə. Davamı necə olacaq yenə sizlə bölüşəcəm. Xanımlar, ətimiz burada qəşəng pörtlənir, yumuşalır. Qəşəng burada ətimiz yumuşalsın inşallah. Burada da xanımlar soğanımız qovrulur. Qəşəng kərə yağı tökmüşəm. 5 ədəd baş soğandır. Doğramışam. Kərə yağda qızardıram. Xanımlar, bu xörəyin adı narla ət qovurması adlanır. Dana ətində. Çox dadlı, ləzzətli bir yeməkdir. İnşallah siz də hazırlayarsınız. Qəşəng-qəşəng nuş edərsiniz. Əsl elə indi sezonudur. Xanımlar, yenə ət yumuşalsın, pişsin, necə eləyəcəm, nətər hazırlayacağım, proses nətər gedir, hamısını mənim mehriban, şirin, gözəl xanımlarımla bölüşəcəm inşallah. Ətimiz qəşəng yumuşaldı. Bir xörək qaşığı kərə yağı tökdüm ətimizin üzərinə. Xanımlar, indi isə belə qovrulmuş soğanımızı ətimizin üzərinə tökün, qəşəng-qəşəng. Soğan inanırsınız iri 5 baş soğan idi. Qızarır, tamam itir soğan. Biraz da artıq eləyə bilərsiniz xanımlar soğanı. Qəşəng soğanımızı da tökdüm. İndi bura narımızı töküm. 2 ədəd nardır. Narımızı da tökdüm qəşəng. İstəsəz xanımlar quzu əti ilə də hazırlaya bilərsiniz bu xörəyi. Biraz istiot tökürük, qara istiot. Zevqə görə. Qırmızı istiot, paprika. Biraz bundan tökürük.
Biraz da duz tökəcəm inşallah. Və belə. Qəşəng. Xanımlar, indi ağzını örtəcəm. Bir 5 dəqiqədə narla özünü tutsun ətimiz. Sonra servis eləyib inşallah qarşınıza gələcəm. İzləmədə qalın, gözəl xanımlar. Mənim dəyərli izləyicilərim, gözəl xanımlar. Gəldim, çıxdım videomun sonluğuna. Narlı ət xörəyimiz hazır oldu xanımlar. Və belə servis elədim. Çox dadlı, çox möhtəşəm, ağız dadına uyğun bir yeməkdir. Siz də hazırlayın. Çox ləzzətli bir yeməkdir xanımlar. Yenə deyirəm, istəsəz quzu əti ilə, qoyun əti ilə də hazırlaya bilərsiniz. Sadəcə bizdə təzihimiz var filan. Yoldaşımın da, mənim də. Ona görə mən dana əti ilə hazırladım bugün qovurmamızı. Qəşəng də alındı. Faydalı bir yeməkdir. Çünki daxilində nar var. Nar da təziyi tənzimləyir, stabil saxlayır. Narın da mövsümüdür. Bol-bol alın, istifadə eləyin. Xörəklərdə, salatlarda. Sadəcə bir fikirdir deyirəm, məsləhət kimi çıxmasın. Belə çox qəşəng bir yeməkdir. İstəyərdim ki, mənim dəyərli, gözəl xanımlarım da hazırlasın, ailələrində nuş eləsinlər inşallah. Xanımlar, bu da mənim qırmızı soğanla hazırladım. Ət xörəyinin çox qəşəng gedir. Qırmızı soğanımızdır. Buna qatmışam sumaq, zirinc, bir də cəfəri. Xeyirli, faydalı bir salatdır. Bunu da bu ət xörəyi ilə hazırlayıb böğründə yeməklə nuş edə bilərsiniz. Çox qəşəng gedir. Bu da xeyirli bir şeydir. Sumaq özü də bilirsiniz ki, yenə deyirəm, hər bir şeyə xeyirdir. Təziyyədə, zirinc özü də, qırmızı soğan özü çox faydalıdır. Göyərtilərdəki olmazın olmazıdır. Hər zaman süfrələrimizdə olur, olmalıdır da. Bu da mənim limonlu mixəhli suyumdur. İnşallah xörək yeyəndən sonra içərəm üstündən. Mən həmişə limonlu su içirəm, bilənlər bilir. Belə xanımlar, bugünkü videomda belə başa vururam. Mənim dəyərli, gözəl izləyicilərim, çox sağ olun ki, mənim videolarımı izləyirsiniz. Mən o qədər gözəl, maşallah olsun, rəylər yazırsınız ki, mənim ürəyim açılır, ruhlanıram. Yenə istəyirəm videolar çəkim, çalışdığım qədər qarşınıza tez-tez gələcəm. Sizlə görüşəcəm, çünki darıxıram gec-gec görüşəndə sizin üçün. Allah sizləri var eləsin. Yenə rəylərinizi gözləyirəm. Abunə olmamısınızsa abunə olun, fikirlərinizi bildirin. Nə ürəyiniz istəyir, yazın, soruşun. Mən hazır. İnşallah. Allah hamının evini ruzulu, bərəkətli, süfrəsini hər zaman bol eləsin bizimkilər də içində, ya Rəbbim. Ən önəmlisi Allah o can sağlığını heç birimizdən əsirgəməsin. Xanımlar, hamınızı öpürəm, bağrıma basıram, özünüzdən müğayət olun. Havalar soğuyur, səhhətinizə fikir verin, içimən qarışıq. Allah hər birimizi qorusun. Sizi öpürəm. İnşallah Allah izin versin, görüşərik.